Salam, coğrafiya 10-cu sinif, kiçik summativ qiymətləndirmə nömrə 3 üzrə nümunəvi suallara baxırıq. Birinci sual. Yer kürəsində neçə istilik qurşağı var? Deməli, yer kürəsində 1 isti, 2 mülayim, 2 soyuq, 2 dənə isə daim şaxtalı olmaqla cəmi 7 dənə istilik qurşağı mövcuddur. Yəni, düzgün cavab B bəndi olmalıdır. Deməli, ikinci sual. Azərbaycanda günəşli saatların miqdarı nə qədərdir? Deməli, Azərbaycanda günəşli saatların miqdarı 1800-2900 saat arasında dəyişir. Günəşli saatların miqdarı. Üçüncü sual. Verilənlərdən biri mülayim iqlim qurşağının tipi deyil. Deməli, mülayim iqlim qurşağı 4 dənə tipə bölünür. Mülayim dəniz, mülayim kontinental, kəskin kontinental və musson tipi olmaqla 4 tipə bölünür. Rütubətli tropik isə tropik iqlim qurşağının tipidir. Adından da bilindiyi kimi, yəni düzgün cavab B bəndi olmalıdır. Atmosferdə olan istixana qazlarının 65%-ni hansı qazlar təşkil edir? Deməli, atmosferin çəkilməsində xüsusi rol oynayan, yəni 65% rol oynayan qaz karbon qazı hesab olunur. 5-ci sual. Günəşli saatların artmasına görə ərazilərin ardıcıllığını müəyyən edin. Deməli, ən az günəşli saatlar Azərbaycanda Lənkəran ərazisində gəlir. Deməli, birinci birdən başlamalıdır. Sonra Böyük Qafqazın yüksək dağlığı, sonra Kür-Araz ovalığı, sonra isə Naxçıvanın Arazboyu düzənlikləri olmalıdır. Yəni, ardıcıllıq 1, 4, 3, 2 şəklində olmalıdır. Yəni, cavab B bəndidir. 6-cı sual. Temperaturun illik gedişi və yağıntıların miqdarı hansı iqlim qurşağı üçün xasdır? Diqqətli baxsaq biz iqlim diaqramına temperatur burada il boyu həmişə yüksəkdir və temperatur dəyişməsinə baxanda görürük ki, şimal yarımkürəsində yerləşir və yağıntılar yay aylarında yağır. Deməli, il boyu temperatur yüksək və yağıntılar yay aylarında yağır, qışda isə quru keçirsə, bu subekvatoral iqlim qurşağı olmalıdır. Yayda çünki bura daxil olur ekvatoral hava kütlələri, bunun üçün yağıntılı keçir, qışda isə daxil olur tropik, bunun üçün də quru keçir. 7-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, dağ tundra iqlimi 2700-dən yüksək olan zirvələrdə formalaşır. Deməli, 1-ə aid olmalıdır 2. Sonra mülayim isti iqlim. Mülayim isti iqlim isə 600-800 metrdən, yəni 1000 metrə qədər olan yerlərdə formalaşır mülayim isti iqlim. Burada 4 olmalıdır. Yarım səhra, yəni düzən ərazilərdə, yəni dəniz səviyyəsində, Xəzər dəniz səviyyəsində 600-800 metrə qədər ərazilərdə formalaşa bilir. Bura 1. Soyuq iqlim isə 2700-ə qədər, yəni dağ tundraya qədər dağlıq ərazilərdə soyuq iqlim formalaşır. Yəni düzgün cavab 2, 4, 1, 3 şəklində olmalıdır. 2, 4, 1, 3 də burada bizə C bəndində verilib. Rütubətlik əmsalı 0,5, yağıntının miqdarı 400 mm olarsa buxarlanma qabiliyyətini tapın. Deməli, bizim düsturumuz rütubətlənmə əmsalı bərabərdir. Yağıntı böl buxarlanma şəklində idi. Deməli, indi bizə rütubətlənmə əmsalımız da var və yağıntı da var və buxarlanmanı tapmaq lazımdır. Deməli, buxarlanmanı tapmaq üçün biz yağıntını bölməliyik rütubətlik əmsalına. Yəni, burada buxarlanma B bərabərdir alınacaq bizdə. 400 bölünsün 0,5. Bu da bizə bərabərdir alınır 800. Deməli, buxarlanma qabiliyyəti 800 mm olacaq. Buxarlanma cavab 800. 9-cu sual. Temperaturu 30 dərəcə olan havada 20 qram su buxarı var. Hava 20 dərəcəyə qədər soyuduqda havadan nə qədər su buxarı ayrılar? Deməli, 30 dərəcədə biz bilirik ki, maksimal 30 qram su buxarı saxlaya bilər. 20 dərəcədə isə 17 qram, yəni maksimal 17 qram su buxarı saxlaya bilər. 20 dərəcədə ondan çox saxlaya bilməz. Bizdə isə 20 qram su buxarı var. Deməli, 20 çıxılsın 17 bərabərdir 3 qram. 3 qram su buxarı havadan ayrılacaq. Çünki maksimal şəkildə 17 qram saxlaya bilər 20 dərəcədə, amma bizdə 30 dərəcədə 20 qram var idi. 3 qram yağış formasında, yəni su buxarı ayrılacaq. 10-cu sual. Düzgün fikri müəyyən edin. Günəşin temperaturu il
temperaturu il suyun maye halında buz halına keçməsi təbiətdə suyun dövranının ən vacib həlqəsidir. Suyun maye halından buz halına keçməsi ən əsas vacib halqası deyil, əslində maye halından buxar halına keçməsi əsas vacib həlqəsidir. Yəni A səhvdir. Buxarlanma miqdarı temperatur ilə düz mütənasibdir. Burada buxarlanma miqdarı yox, buxarlanma qabiliyyəti temperatura düz mütənasib olmalı idi. Onun üçün bu da səhvdir. 10 dərəcə temperaturda havada 17 qram su buxarı varsa nisbi rütubəti 100%-dir. Biz bayaq dedik ki, 20 dərəcə temperaturda maksimal 17 qram saxlaya bilər. 10 dərəcədə isə maksimal 9 qram saxlaya bilər. Yəni 17 qram saxlaya bilməz. Bu da səhvdir. Aralıq dənizi iqlim tipi, yəni subtropik iqlim qurşağının aralıq dənizi iqlim tipi yay isti və quraq olur. Qış mülayim və rütubətli olur. Yəni bu doğru fikirdir. Cavabımız D bəndidir. 7 isə deyir ki, iqlim dəyişiklikləri yalnız insanların təsiri nəticəsində baş verir. Düzdür, əsas təsir insanların təsiridir. Amma yalnız insanların təsiri ilə baş vermir. Müəyyən təbii hadisələr də iqlim dəyişikliyinə səbəb ola bilir. Yəni düzgün cavab burada D bəndi olmalıdır.